Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Deməli, gördüyünüz bu kombinin problemi vardı, hazır vəziyyətə saldıq biz. Problemi qaynama yaratma idi, qaynama yaratma problemini də həll etdim. Qəşəng və səliqəli işlək vəziyyətdə hazırca. Hal-hazırda fasiləyə gedibdi. Yəni, deməli, burada dərəcəmizi qaldıraq işlək vəziyyətində olmasını da görsədək. Həmişə dərəcəni qoyun 70-ə, bütöv 1 saat ərzində işləsin, isinmə yaratsın, sonra dərəcəni salın aşağıya. Bəziləri var, onlar deyər, niyə görə aysuda 70 dərəcə? Yəni, ondan sonra yaxşıdır ki, yəni bütöv sistemi isidəndən sonra necə bir qəhədanı qoyuruq, qaynayır, sonra dəmə qoyuruq ki, dəmdə qalsın, hazır isti çayımız olsun, kodunu alırıq, Yəni, bu da elə bir şeydir. Sonra salırsınız dərəcəni 55 dərəcəyə, davam edir, qaldığı yerdən davam edir. İşləməsini də görsədim mən sizə. Hal-hazırda fasilədədir. İndi başlayacaq işləməyə. Deməli, burada əlavə o işə düşüncə bir-iki şeylər var. Onları da deyim mən sizə. Təzyiqi görürsünüz 1,5. Mütləqi sizdə bax elə edin. 1,5-da olsun. Əgər təzyiq düşərsə, bu gördüyünüz krantı görürsünüz. Sağa bağlanıb, sola açılır. Yəni, gördüyünüz halda sağa bağlanır, sola açılır. Saat istiqamətinə bağlanıb, əks istiqamətinə açılır. Yaxşı mı? Əgər xəta kodu çevriliş edərsə, birinci gözünüz olsun bareldə. Bareli gördünüz 1,5-dır. Əgər gördünüz barel 1,5-dır, yenə də xəta kodu davam edirsə, reset düyməsini basın. Reset düyməsini də basdıqda 5 saniyə saxlayırsınız. Əgər yox, birdən olar ki, qazda kəsilmə olar. Onda da misal evdə bir 4 göz qaz yoxdurmu? Yandırın, baxın, görün qaz necə gəlir, gəlmir. Ona əmin olun, yəni sonra susa çağırın. Əlavə xərciniz çıxmasın. Yəni, burada reset düyməsini basıb saxlayırsınız, 5 saniyə xəta kodundan çevriliş edir, çıxır. Bu gördüyünüz ataplenli modudur, yəni artırıb azaltmaq. Bu gördüyünüzdə söndür, yandır düyməsidir, həm də yayqış rejimidir. Bu gördüyünüzdə mətbəxdə aiddir. Artırmaq və də azaltmaq. Oldu, sağ olun, Allah amanında. Zəhmət olmazsa Mərifət Usta TV-yə də abunə olun. Bildirimləri də açın. Kombimizdə başladı işə düşməyə. Yəni dərəcə çox isinmişdi. Bayaq 70 dərəcəyə qoymuşdum. 5-5-10-10 fərq eləyir, bilirsiniz. Yəni 70-ə qoyursam, misal 75-də atır, fasiləyə gedir. Hazır vəziyyətdə qəşəng keyfiyyətdir. Oldu. Bu da universal Mərifət Usta. Sağ olun, Allah amanında. Gələn görüşlərə dək. Telefon nömrəmizdə 055 774 88 46. Əlavə sualınız olarsa, WhatsApp-dan səsli olaraq qeyd eləyin, atın, cavablandıracaq. Oldu, sağ olun, var olun.